Həm Rusiya, həm də Ukrayna hazırki vəziyyətdən qalib çıxmaq və öz xalqlarına verilən qurbanların əbəs yerə olmadığını bəyan etmək istəyirlər. Bu cəhətdən yaxın zamanda Rusiya-Ukrayna müharibəsinin həllinə dair irəliləyiş real görünmür. Ekspertlər Floridada keçiriləcək Trampla Zelenski görüşünü belə şərh edirlər. ABŞ prezidenti Trump çalışır məsələni müəyyən dərəcədə normallaştırsın. Amma düşünürəm ki, Floridada bu məsələnin həlli real görsənmir. Çünki burada bir sıra problemlər var. NATO və Ukrayna problemi, yəni təhlükəsizliyini Ukrayna kim təmin edəcək? Sülh məramlılar çərçivəsində hansı ölkələr orada təmsil olunacaq? Və yaxud ərazilər məsələsi. Ukrayna çox sərt mövqedə dayanıb və onlar ərazi ilə bağlı dəfələrlə deyib ki, onlar heç bir güzəştə getməyəcəklər. Belə bir çətin vəziyyətdə əlbəttə ki, nə isə gözləmək çox qeyri-real görünür.